Salam hörmətli dinləyicilər, gəlin sizlə iki maraqlı bərabərsizlik sualına baxaq. Əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. Kəsirin sürətində 2x çıxaq a məxrəcində bx çıxaq 3 kiçik bərabər 0 bərabərsizliyin həllər çoxluğu intervalda 2 parçada 4 olarsa a üstəgələ 2b cəmini tapın. Əvvəlcə biz bu bərabərsizliyi, verilən bərabərsizliyi, kəsr şəklində verilən bərabərsizliyi hansı şəkildə göstərək? 2x çıxaq a vuraq bx çıxaq 3 kiçik bərabərdir 0-dan. Bu çox ədləri biz bir-birinə vursaq alarıq ki 2bx kvadratı çıxaq 6x çıxaq abx və üstəgələk 3a kiçik bərabərdir 0-dan. Biz bu ifadədən 2bx kvadratını çıxaq. Buradan x-i deməli ortaq vuruq çıxarsaq 6 üstəgələk ab plus 3a kiçik bərabərdir 0-dan. Və bərabərsizliyin hər iki tərəfini 2b-yə bölsək, bunu birbaşa yazaq, alırıq ki x kvadratı çıxaq deməli 6 çıxaq 6 üstəgələk ab bölək 2b x üstəgələk 3a bölək 2b sağ tərəfi də 0-dır, 2b-yə bölündə də 0 eləyir. Onda biz bu münasibətdən, yəni Viet teoreminə görə yaza bilərik. Biz bilirik ki, kökləri cəmi, yəni bu bərabərsizliyin deməli həll aralığı 4 deməli yarım intervalında yerləşdiyinə görə deməli daha doğrusu bərabərsizliyin deməli həlli intervalda 2-4 parçasında yerləşdiyinə görə biz deməli köklərinin birinin x1 bərabərdir 2, x2 bərabərdir 4 qəbul etsək, x1 bərabərdir 2, x2 bərabərdir 4 qəbul etsək, onda yaza bilərik ki 2 üstəgələk 4 bərabərdir əks işarələ götürülmüş ikinci həddinə misalına, yəni 6 üstəgələk ab bölək 2b-yə. Altı üstəgələk ab bölək 2b-yə. Biz buradan yazırıq ki, deməli 6 üstəgələk ab bölək 2b bərabərdir 6-ya. Digər yandan kökləri hasili nədir? 2 vuraq 4 bərabərdir sərbəst səddə 3a bölək 2b-yə. Biz buradan da yazırıq ki 3a bölək 2b bərabərdir 8-ə. İndi bu münasibətlərdən biz a-nı b-ni tapa bilərik. O zaman yazırıq ki 6 üstəgələk ab bərabərdir 12b-yə. Buradan da yazırıq ki 3a üstəgələk 3a bərabərdir, daha doğrusu 3a bərabərdir. Yazırıq ki 3a bərabərdir 16b-yə. Buradan da biz a-nı tapıb, bu münasibətdən a-nı tapıb a bərabərdir 16b bölək 3. Gətirib birinci burada yerinə yazsaq. 6 üstəgələk a-nın yerinə 16 b bölək 3 vuraq b bərabərdir 12b. Bunu da bu bərabərliyin də hər iki tərəfini 3-ə vursaq, buradan alırıq ki 18 üstəgələk 16b vuraq b bərabərdir 36b-yə. Biz buradan alırıq ki 16b kvadratı
16b kvadratı çıxaq 36b üstə gələk 18 bərabərdir 0-a. Bunu da hər tərəfini 2-yə bölsək, buradan alırıq ki 8b kvadratı çıxaq 8b kvadratı çıxaq deməli 2-yə böləndə 18b üstə gələk 9 bərabərdir 0-a. Bu kvadrat tənlikdə bu kvadrat tənliyin deməli bu kvadrat tənliyin diskriminantı 36 olur. Bu kvadrat tənliyin diskriminantı 36'dır. Onda biz buradan b'ni tapsaq b bərabərdir 18 üstə gələk 36'dan da 6 çıxır kök bölək 2 vuraq 8 o da bərabərdir 24 bölək 16. Bunda 4'e ixtisarləsək alarıq ki 6 bölək 4 bunda ixtisarləsək 2'yə eləyər 3 bölək 2. Yəni biz b'nin 2'də 3 olduğunu tapdıq. B 2'də 3'dür. İndi biz a'nı tapmaq üçün deməli a'nı tapmaq üçün gətirib burada yerində yazsaq b'nin yerində 2'də 3 yazsaq bu ifadədə yazaq ki 16 vuraq 2'də 3 bölək 3. Bu da bundan ixtisar gedir 8 üstə vuranda 24 24 üstə böləndə 8. Deməli biz a'nı 8 b'ni də 2'də 3 tapmışıq. Onda bizdən tələb olunan ifadənin qiyməti, yəni a üstə gələk 2'də 3 2b'ni daha doğrusu a üstə gələk 2b bərabərdir. A'nı 8 tapmışıq. 8 üstə gələk 2 vuraq 2'də 3. Bu da bundan ixtisar gedir. O da bərabərdir 8 üstə gələk 3. O da bərabərdir 11. Yəni bu bərabərsizliyin də a üstə gələk 2b cəminin a üstə gələk 2b cəminə tapdıq biz 11 olduğunu tapdıq. Bu isə A variantına uyğun gəlir. Növbəti tapşırığı həll etməyə çalışaq. Deməli, növbəti tapşırığın şərtini oxuyaq. Deyir ki, A kiçikdir 0-dan deməli, A kiçikdir 0-dan və B də 0-dan böyük olarsa, kəsirin sürətində x çıxaq A vuraq, x minus B məxrəcdə x kvadratı çıxaq ax kiçik bərabər 0 bərabərsizliyin həllini tapın deyir. Gəlin bu bərabərsizliyi də həll etməyə çalışaq. X çıxaq A vuraq x çıxaq B. Aşağıda kəsirin məxrəcindən x ortaq vuraq çıxarsaq, buradan alarıq ki x çıxaq A kiçik bərabərdir 0-dan. Bu x çıxaq a'ları biz ixtisarləsək, onda bərabərsizlik x çıxaq b və bölü x kiçik bərabərdir 0 şəklinə düşər. Deməli, buradan onda bərabərsizlik x çıxaq b bölü x kiçik bərabər 0 şəklində olur. İndi biz bu bərabərsizliyi kəsr şəklində olan bərabərsizliyi hasıl şəklində yazsaq, kiçik bərabərdir 0. Biz bunu intervallar üsulunu həll eləyəndə alırıq ki, x1 bərabərdir 0-a, x2 bərabərdir b-yə. İndi bizim də bərabərsizliyimiz qeyri-ciddi olduğuna görə B də 0-dan böyük olduğuna görə, məsələnin şərtində B də 0-dan böyük olduğuna görə, onda bu B-ni alır, amma 0 alınır. İndi bərabərsizliyimiz də 0-dan kiçik olduğuna görə, 0-dan kiçik bərabər olduğuna görə, o zaman bu bərabərsizliyin həll aralığı 0B aralığı olacaq. 0B aralığı olacaq. O zaman bizim bərabərsizliyin həlli olar
intervalda 0, parçada 1. Bu isə deməli Y variantına uyğun gəlir. Maraqlı suallar idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşərik.